Mənə yazırlar ki, müəllimə bir negativ şərhlər yazırlar. Üzülmürsüz, yəni heç cavab vermirsiniz. Arılar işləyər, arılar hər yerdə çalışar. Ağcaqanadlar da indi Allah yaradıb da, onlar da yaradıbsa demək ki, bir bildiyi vardır, bizim həddimizə deyil. Amma onlar özlərində hədd bilirdilər ki, həyatında heç işə yaramayan, üzr istəyirəm ifadəmə görə, üzr istəyirəm, amma bunu haqq edirlər, buna layiqdirlər. Atasını gündə xarxın kişiləri ilə görən, kişilikdən və qadınlıqdan uzaq olan yaratıqlar, bir dənə telefonları var deyə, nə bilim, bir-iki cümlə qura bilirlər deyə gəlirlər burada kommentariyada bir şeylər yazırlar. Və mən əgər onların sözünə üzülsəm, bax bunu o yüzden sevənlərim üçün paylaşıram. Əgər mən ona üzülsəm, məni sevən bu qədər insana hörmətsizlik etmiş olaram. Düşünün, bu qədər insan gözəl şeylər yazır, gözəl diləklər yazır. Mən onları buraxıram, gedirəm pis bir dənə bir negativdə öz atasını, anasını tanımayan, həyatında bir işə yaramayan, bir kitab belə oxumayan. Siz onun davamını gətirə bilərsiniz. Mən indi söyüş istifadə edə bilmirəm. Onların sözünə cavab mı verəcəm? Mən sevmədiyim insanı şəxsən o kəşfətdə də çıxır qarşıma, elə olur ki, sevmədiyim insanlar çıxır, keçirirəm, bitdi. O videosuna niyə baxıram? Sevmirəmsə niyə baxıram? Kommentari yazanlar da, o negativ yazanlar da əslində sənin böyük pərəstişkarlarındır. Sadəcə içində o qədər bədbəxtlik var, çürümüşlük var ki, onu dilə gətirə bilmir. Elə bilir ki, ölər. Amma gözəl qəlblər İçimdəkini də bilirəm, heç yazmayanlar çox var ki, bilirəm, çox sevir. Allah hamınızdan razı olsun. O qədər çox sevirəm sizi. Tanısam da, tanımasam da. Elə gözəl dualar yazanlar var ki, yorumlarda da yazırlar, şərhlərdə də yazırlar, demədən də yazırlar. Allah hamınızdan razı olsun. Özünüzü üzməyin. Mən üzülmürəm çünki mən qısa ətək geyinərəm. Açıq istəsəm geyinərəm, istəsəm geyinmərəm. Sizin yaraşdırıb yaraşdırmadığınız mənə maraqlı deyil. Sizin əynivizə qaldırıb geyindirmirəm paltarı. Mən belə uyğun görürəm, belə də geyinirəm. Yaraşdırıram özümə, geyinirəm. Sizin negativ düşüncələriniz sizi biabır eləyir. Siz məni izləyirsiniz, mən sizi deyil. Çürümüş almalar hər zaman olacaq. Olmasa da bu da bir anormallik olar. Düşünsənə, dünyada hər kəs səni sevir. Bu da bir anormallikdir. Sevməyənlər də olacaq. Mən də onları tanımıram zaten. Onların sözü mənim üçün maraqlı deyil axı. Mən həmişə bunu demişəm. Məni üzən ancaq sevdiyim insanlar ola bilir. Yəni sevdiyim insan, həyatımda olan insanlar, ailəm dahil, onların sözü məni qıra bilər. Məni bir anda belə ürəyimi parçalaya bilər. Başqa tanımadığım insanların negativ, gözəl sözləri mutlu edir, amma negativ sözləri baxıram ki, bunu tanımıram axı. Tanımadığım birinin sözü məni niyə üzsün? Siz də elə olun. Yazırlar, baxdın, keç. O öz əxlaqını bəlli edir. Sizi sevirəm. Dərsim yeni bitdi, gecə saat 1:06-dır. Səhər yenə dərslərim var. Öpürəm sizi, gözəl görən gözləriniz həmişə var olsun. Həmişə gülün. Allah hər zaman yolunuzu açıq eləsin. Hər istədiyiniz, arzuladığınız hər yerdə, hər yolda.